İndi dostlar, bu barədə dünən Sərdar Cəlaloğlu'nun da bir açıqlaması oldu ki, dedi, bəs mən o görüşlə bağlı mətbuata açıqlama vermədim. Hər halda hansısa bir məxfili var, yoxsa yox, daha dəqiq mən deyəmərəm. Sərdar Cəlaloğlu da dedi ki, düşənbə görüşündən sonra hətta ölkə rəhbəri Prezident İlham Əliyevin bu addımını dəstəklədiyini bildirdi. Elə dünən başqa bir açıqlamasında Sərdar Cəlaloğlu hətta Azərbaycandakı ruspərəstlərin də adlarını açıqladı. Demək, Ramiz Mehdiyev ilə bağlı. Ramiz Mehdiyevin Rusiyanın adamı olması, Azərbaycanda Rusiyanın maraqlarına uyğun siyasət aparması, kadrların seçilməsində aktiv rol oynadığı hamıya məlumdur. Yəni bunu hamı bilir də. Bunu hamı bilir. Bilməyənləri görək. İnsanlara çatdıraq. Burada gizli bir şey yoxdur, deyir Sərdar Cəlaloğlu. Demək, Prezident aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən o bildirib. Bildirir ki, Ramiz Mehdiyev işlədiyi dövrdə özünə yaxın olan məmurlara xüsusi imtiyazlar verib. Sual oluna bilər ki, Ramiz Mehdiyev niyə bu günə qədər məsuliyyətə cəlb olunmurdu? Məsələ burasındadır ki, Azərbaycan tarazlaşdırılmış siyasət aparırdı. Avropadan və Amerika Birləşmiş Ştatlarından kifayət qədər dəstəyi yox idi. Azərbaycan artıq tarazlaşdırılmış siyasətdən imtina edib. Aydın məsələdir ki, bir mənalı şəkildə Avropa və Amerika Birləşmiş Ştatlarına doğru istiqamət götürüb Azərbaycan. Bir məsələyə diqqət yetirmək lazımdır ki, Ermənistanda eyni vaxtda müxalifətə aid olan kilsədən 4 keşiş həbs edilib. Hansı ki, orada olan şəxslər Paşinyanı hakimiyyətdən devirmək istəyirlər. Bu da onu göstərir ki, Amerika Birləşmiş Ştatları, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsindən sonra hər iki dövlətdə baş verən hadisələrdə Amerika Birləşmiş Ştatlarının maraqları nəzərə alınır. Mən elə gəlir ki, Amerika Birləşmiş Ştatları bu məsələdə yaşıl işıq yandırıb ki, Rusiyanın buradakı agentura şəbəkəsinin və adamlarının neytrallaşdırılması Azərbaycan üçün hər hansı ciddi nəticəyə gətirib çıxartmayacaq. Ramiz Mehdiyevin Rusiyanın adamı olması 1990-cı ildən Amerikalılara məlum idi deyə o əlavə edib. Dostlar, yəni Sərdar Cəlaloğlu'nun sözündən belə çıxır ki, Azərbaycan Avropaya və Amerikaya yol alıb, Amerikanın, Qərbin dəstəyi var, Rusiyanın adamları təmizlənməlidir və bu təmizlənmədə dəstək olacaq. Dövlətin daxilində heç bir problem, hakimiyyət yaşamayacaq. Sərdar Cəlaloğlu'nun sözündən belə çıxır. Davam edək. Sərdar Cəlaloğlu vurğulayır ki, parlamentdə prezident administrasiyasında ordunun yüksək rütbəli zabitləri və nazirlər arasında Ramiz Mehdiyevin adamları var. Azərbaycanda bu məsələlər olduqca dərindir. Digər tərəfdən düşənbə görüşündə nəzər almaq lazımdır ki, həmin görüşdən sonra bu addımlar atıldı. Ola bilsin ki, Rusiya və Azərbaycan münasibətlərin yeni müstəvisinə çıxmaq istəyir. İndi, əziz dostlar, bax burada bu ablası deyim, sonra qayıdacam, bunu biraz izah etmək istəyirəm. Ordu, general, nazir kimdir? Bu ciddi bir açıqlamadır. Bu günləri əgər həqiqətən də
deyilənlər düzdürsə, dövlət çevrilişi planı varsa, mən düşünmürəm, Ramiz Mehdiyev 87 yaşlı nə dövlət çevrilişi edə bilər. Yəni, iz azdırmaq da ola bilər, başqa bir qüvvələr ola bilər. Yəni, Rusiya 87 yaşlı Ramiz Mehdiyevi nəyindən istifadə edəcək? Nəyindən istifadə edəcək? Düzmü? Və eyni zamanda Putinin həmin görüşdən sonra Azərbaycan rus dilli ölkədir deməsi bu Azərbaycana qarşı çox ciddi təhdiddir. Bunu da Sərdar Cəlaloğlu deyir. Daxildə kifayət qədər qüvvələr var. Tapşırıq veriləcəyi təqdirdə bir çox hadisələr törədə bilərlər. Mənə elə gəlir ki, iqtidar məhz həmin səbəbdən bu addımı atır ki, Rusiya Azərbaycanın daxilində hər hansı təhlükə yaratmasın və qeyri-qanuni hərəkət etməsin deyə Sərdar Cəlaloğlu bildirib. İndi dostlar, bundan əvvəlki abzasa qayıtmaq istəyirəm. Sərdar Cəlaloğlu vurğulayıb ki, parlamentdə, prezident administrasiyasında, ordunun yüksək rütbəli zabitləri və nazirləri arasında Ramiz Mehdiyevin adamları var. Azərbaycanda bu məsələlər olduqca dərindir. Digər tərəfdən, Düşənbə görüşündə nəzərə almaq lazımdır. Həmin görüşdən sonra bu addımlar atıldı. Ola bilsin ki, Rusiya və Azərbaycan münasibətlərin yeni müstəvisinə çıxmaq istəyir. Əgər Sərdar Cəlaloğlu'nun əlində fakt varsa, həqiqət varsa, 2 gündür proseslər başlayıb, amma bir general işdən çıxarılmayıb, bir nazir işdən çıxarılmayıb, bir deputat, bir neçə deputat mətbuatda adları çəkilməyib ki, bu Ramiz Mehdiyevin xeyir duası ümumi, bu yəni savaş açılıbdır ümumi. O bir uşaqlıqda bir oyun vardı, dədəm nənəm kör dedi, hər yetəni vur dedi. İndi Azərbaycan mətbuatı gözün yumub kim gəldi daş atır. Savaş belə olmur. Mesela bundan əvvəlki mən verilişdə də dedim də, Azərbaycan mətbuatı savaşı elə aparır, elə yöndə. Elə bir ki, Ramiz Mehdiyevdən dövlət çevrilişi qalır bir tərəfdən mülk davası. Villasının qiyməti bu qədər, bu bağ evi, bu nə bilim hansı evi. Başa düşülür, Ramiz Mehdiyevin bir yox, bir neçə villası var. Bir yox, onlarla evi var. Ramiz Mehdiyevə villaları hədiyyə eləməyə növbəyə düzülmüşlər ad günündə. Deputatlar var ki, Azərbaycan mətbuatına vaxtı ilə milyonlar aparıb diplomatla pul verir. Ramiz Mehdiyev, Ramiz Mehdiyevə deyəndə ki, Ramiz Mehdiyevin evi var 1 milyon yarımlıq, adama gülərlər. 1 milyon nədir? Milyon evi var onun. Amma əgər parlamentdə həqiqətən də Ramiz Mehdiyevin adamı, Ramiz Mehdiyevin yox, əziz dostlar, parlamentdə nə qədər Rusiyanın adamı var. Bunu balaca bağça uşağından soruş, deyəcəklər ki, orada 2 qrup var, danışa bilməyənlər, bir neçə nəfər var, onlar danışır, bir də əksəriyyət də orada Rusiyanın adamıdır, danışmaq olmur, danışanda da bir tərəfdən sahibə xanım Qafarova, belə deyək də, söz qapazı vurur, deputat səsi kəs. Danışa bilmirlər, qardaş. Ölkədə bir problemi deputat oradan deyə bilmir. Deyə bilmirsə o deputatı nə ilə? Bağlayın oranı. Bağlayın o milli məclisi, market eləyin, bravo market eləyin, nə bilim, Araz market eləyin. Yaxşı oradan tikiş sexi çıxar. Nə bilim, bir orada 1000 nəfəri işlə təmin eləmək. Vallahi, ləğv etməsə, köçürdün o milli məclisi, başqa yerlərə köçürdün. Başqa yerlərə köçürdün. Yəni, həqiqətən də milli məclisdə Ramiz Mehdiyevin adamları varsa, bu məsələdən xəbəri olanlar varsa, əlbəttə bir dövlət buna bir əncam çəkməlidir. Nəysə, davam edirəm dostlar. Hörmətli tamaşaçılar, kanalda olanlar çox xahiş edirəm, hərəniz bir dəfə bəyənmə işarəsi verin. Kanala abunə olmayanlar da abunə olsun. Dostlar, kanaldan bir məktəb direktoru ilə bağlı tənqid gedib, Şəmsi Qoca təhsil eksperti
tənqid edib. O da Şəmsi Qozanı qoyub gəlib bütün valideynləri yığıb orada şagirdləri kanaldan şikayət edibdi. Ona görə də xahiş edirəm, aktivlik olsun, yazın rəylərinizi, bəyənin, paylaşın. Əgər verilişdən xoşunuz gəlirsə bəyənin, paylaşın. Xoşunuz gəlmirsə, əziz dostlar, yəni baxmasaz da olar. Davam edirəm, əziz dostlar. Sərdar Cəlaloğlu çox maraqlı açıqlama verir. Çox maraqlı açıqlama verir. Ramiz Mehdiyevlə bağlı adlar çəkir. Adlar çəkir. Bu adlarda kimlər var? Kimlər var bu adlarda? İndi Rus dilli, Azərbaycan Rus dilli ölkədir, Putin dedi. Azərbaycan mətbuatı da yazır ki, Rusiyadan qəribə açıqlama, az qalır ki, Azərbaycan mətbuatı Putin üzərinə gedə ki, düz demir. Niyə düz demir? Putin düz deyir də, qardaş. Azərbaycan Rus dilli 34-40%-ə qədər Rus dilli də hələ rəsmi etiraf. Bax, Nazirliyin koridorlarına hamı Rus dilində danışır, elita Rus dilində danışır, mərkəzdə Rus dilində danışır. Gedin, bəzi o barlar var, restoranlar var, Rus dilində yazılar var. Bu niyə ictimai nəqliyyatda Rus dilində danışırlar. Rus dillilərin Azərbaycanlılara savaşı, Azərbaycan dillilərə savaşı nə qədər olub bu? Bu barədə mətbuatda bilinir, Rus dillilər kimdir, Azərbaycan dillilər kimdir, Azərbaycan dilini həmişə aşağılayıblar. Putin bunun nəyin səhv deyir ki? Putin bunun nəyin səhv deyir? Səhv deyirsə yazın bura. İndi o başqa mövzudur ki, Putin onu niyə dedi? Niyə düşənbə görüşündən sonra o ifadəni işlətdi? Dostlar, Rusiya Azərbaycandan vaz keçmək istəmir. Rusiya Qafqazdan vaz keçmək istəmir. Rusiyanın öz planları var. İndi başı qarışıbdır Ukrayna ilə bağlı. Yəni o heydə deyil ki, Qafqazda nəsə bir plan hazırlasın, Azərbaycanda, nə bilim, Gürcüstanda, Ermənistanda. Fakt, Qafqaza bir sülh gəlib. Fakt, Qafqazda bir sülh var. Bu sülhü qorumaqdan ötürü həm Ermənistanda Rusiyanın tabeçiliyində olan o kilsədə həbslər gedir, Paşinyan aparır həbsləri. Həm orada zərərsizləşdirilməlidir, həm Azərbaycanın daxilində olan Rusiyanın təlimatlarını yerinə yetirən kadrlar zərərsizləşdirilməlidir. Görünən Ramiz Mehdiyevdir, görünən Nəzməddin Sadıqovdur. Bəs bu Nəzməddin Sadıqovu, Ramiz Mehdiyevi yetişdirən bir məktəb var. Bunların nə qədər məzunları var, nə qədər tələbələri var, nə qədər hələ dırnaq şəraitində deyirəm, orta məktəbində, institutunda. Bunlar, baxın, 1920-ci illərdə kimin babası vəzifədə olub, bugün bəzi yerlərdə həmin şəxslərdir vəzifədə. Kimin babası orada RSFSR-də təmsil olunubdur, deputatların içərisində araşdırma aparın. Yəni, bu təhdidlər olacaq. Amma biraz cəmiyyəti başa salmaq lazımdır ki, Azərbaycan ictimaiyyətini başa salmaq lazımdır ki, nə baş verir? Və Azərbaycan cəmiyyətinə bir onu da daddırmaq lazımdır ki, Ramiz Mehdiyev vəzifədən çıxdı, yerinə Samir Nuriyev təyin oldu. Baxın, vətəndaşlar, məmur vətəndaş arasında münasibətlər yaxşılığa doğru gedir. Baxmayaraq, hələ getmir, hələ bir yenilik yoxdur. Müdafiə Nazirliyində Ramiz Mehdiyev və yaxud da ki, Nəzməddin Sadıqov çıxarılandan sonra müsbət mənada inkişaf oldu. Varmı inkişaf? Gedin, tərxis olunmuş zabitlərdən soruşun. Müharibə təcrübəsi olan polkovniklərdən, generallardan, ümumiyyətlə də leytenantdan belə soruşun ki, Nəzməddin Sadıqov gedəndən sonra orduda nə dəyişdi? Mənəvi, psixoloji durumdan tutmuş təminata qədər, döyüş ruhunun yüksəldilməsinə qədər nə dəyişdi? Dəyişən varmı? Dəyişən varmı? Amma mən bir verişimi birində demişdim, bu orduda
ikitirəlik yaratmaq istəyirlər. Bu da düzgün hal deyil. Kimsə o vaxt VVOK-u qutarıbdı, durub ona Mamet deyirsən, ordunu parçalayırsan, Türkiyədə qutaranlara bir gözlə baxırsan, VVOK-u qutaranlara bir yeri gələndə VVOK-u qutaranlar daha çox əziyyət olub, daha çox şəhid olublar, daha çox əməliyyatlarda iştirak ediblər. İndi bu başqa mövzudur. Türkiyədə, bizim qardaş Türkiyədə təlimlərdə olublar, onların müəllimlər dərs deyibdir, Pakistanda təlimlərdə olublar, nə bilim, hansısa kurslarda, bu başqa bir mövzudur. Amma orduda bu günləri, belə deyək də, bir parçalanma nifaqı salmaq istəyirlər. Mən deyirəm, gedin, araşdırın, görün hələ kimdir, hələ bir yoxlayın ordunu. Kim bu təxribatı yaradı? İndi kimisə göndərib, bəlkə də Rusiyanın adamıdır, göndərib Türkiyədə oxutdurub, bu Türkiyədə təhsil alıb. Da bilmir, bunu kim göndərib ora? Var, indi öyle insanlar var. Mənim indi o ordu ilə bağlı təmaslarım var, məlumatlarım var. Mən də bilirəm orada hansı proseslər gedir. Nəysə, əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar, davam edirəm. Verilişi bəyənin, paylaşın, rəy və təkliflərinizi yazın. Görək Sərdar Cəlaloğlu daha nə deyir Ramiz Mehdiyev haqqında. Partiya sədri Azərbaycandakı ruspərəst şəxslərin adlarını açıqlayıb. Nəcməddin Sadıqov, Tərtər hadisələrində iştirak edən prokurorlar, hakimlər, yüksək rütbəli zabitlər, onlar hamısı Rusiyanın adamları ola bilərlər. Dostlar, Sərdar Cəlaloğlu burada açıq deyir ki, Nəcməddin Sadıqov, Tərtər hadisələrində iştirak edən prokurorlar, hakimlər, yüksək rütbəli zabitlər, onlar hamısı Rusiyanın adamları ola bilərlər. Bu şəxslərin sayı çoxdur. Təsəvvür edin, həmin adamlar 30 ildir Azərbaycanda fəaliyyətdədirlər. Demir, həmin adamlar Ramiz Mehdiyevin adamları ola bilərlər, ehtimal irəli sürür. Bütün bunlar onu deməyə əsas verir ki, həmin şəxslər Rusiyaya bağlı adamlardır. Misal üçün, Allahşükür Paşazadə o dəfələrlə deyib ki, ölənə qədər Putinə sadiq olacaq. Görünən kəndə nə bələdçi, Allahşükür Paşazadə açıq şəkildə etiraf edir ki, Rusiyanın maraqlarında xidmət edir. Ermənistan və Gürcistanın baş keşişləri də Rusiyanın agentləridir. Eləcə də Rusiyadan orden və medal alan məmur və ictimai şəxslərlə bağlı araşdırma aparılmalıdır. Onlar Rusiyanın qarşısında hansı xidmətləri olub? İndi dostlar, burada bu yaxınlarda Şeyxülislam Allahşükür Paşazadə keşişlərlə bağlı açıqlama verir ki, keşişlər Kalaşnikovu yerinə qoymayıb da, yəni yerə qoymaq istəmir. Amma burada mən deyərdim ki, bir dinlə bizim, belə deyək də, bu coğrafiyada bilirsiniz də, İslam dini, sünni, şiə bir yerdə namaz qılır. Mən deyərdim ki, Azərbaycanda olan dini tolerantlıq, dini sabitlik dünyanın heç yerində yoxdur. Azərbaycan dinindən, daha doğrusu, indi ola bilər, bəlkə də burada bir dindarlar gəlib, yavaş-yavaş FETÖ-nün də barmağı var, nə bilim, Farsında barmağı var, İngilisində barmağı var, Vəhabin. Artıq burada belə deyək də, başqa cərəyanları yaradırlar, başqa cərəyanları hətta vəzifələrdə, vəzifə təyinatlarında da orada istifadə olunur. Bunun şeyxlə nə baş? Şeyx Allahşükür Paşazadə bir QHT rəhbərdir. Sadəcə olaraq Şeyxülislam Allahşükür Paşazadənin özünün bir nüfuzu var ki, özünün nüfuzu da o qımiyə ağırlıq gətirər. Şeyxülislam, yəni bu, mən elə ki, Sərdar müəllimin Ermənistanda olan həbslərlə Azərbaycan qımini müqayisə etməsi Qafqaz müsəlmanları idiniz. Məsələn, məncə qüsurludur.
qüsurludur. İndi bilirəm, Sərdar Cəlaloğlu daha çox Türkiyəni təbliğ edir, daha çox Rusiyanın əleyhinə danışır, amma bilirsiniz nətərdir? Biraz da məsələn dini mövzuda mən razılaşmıram. Bu coğrafiyada nə isə dəyişmək olmaz. Bu coğrafiyada inancla oynamaq olmaz. Ən təhlükəli bax inancdır. İnancla oynamaq olmaz. Davam edirəm əziz dostlar. Misal olaraq baş nazirinin birinci müavini Yaqub Eyyubov niyə Rusiya torpaqlarının qorunmasında xidmətlərə görə medal almalıdır? Bu adamın Rusiya torpaqlarına nə aidiyyatı var? O, Azərbaycan baş nazirinin müavinidir, yoxsa Rusiya baş nazirinin? Bundan başqa dəfələrlə Azərbaycan parlamentinin sədri olmuş Oqtay Əsədov Azərbaycandan milyonlarla pulu çıxartdı, getdi Rusiyada biznes açdı, hazırda da Moskvadadır. Deməli, bu şəxs Rusiyanın adamı olub. İndi Sərdar müəllim də bunu deyir, Yaqub Eyyubovu təyin edən bilir kimdir, nəsidir. Rusiya torpaqlarının qorunmasına, xidmətlərinə görə. İndi ola bilsin ki, bizdə bəzi insanlar var, əksər yuxarılarda elə insanlar var ki, bugünün özündə də yenə deyirəm, Ramiz Mehdiyev görüntüdür. Bunu hər kəs bilir ki, Yaqub Eyyubov, Oqtay Əsədov, daha sonra kimdir? Rusiya meyillidir. Rusiyanın adamı olub. Bunu hamı bilir. Hamı bilir. Yox, bilirsiniz, mən Sərdar müəllimə də böyük hörmətim var. Bunlar deyilib, bunlar illər öncə deyilibdir. Yəni, yeni, bax, cəmiyyətə biz izah edə bilmirik ki, nə baş verir? Nə baş verir? Hansı proseslər gedir? Vətəndaş hansı mövzuda ayıq olmalıdır? Vətəndaş nəyin qarşısının alınmasında dövlətin yanında olmalıdır? Bunu izah eləmək lazımdır. Övür tatı vur tatı, övür tatı vur. Nəzməddin, Ramiz, Eyyub kim? Nə bilim, filankəs, tək bilsiz. Mən açıq deyirəm, Azərbaycan politologları da, deputatları da, yəni bugün o üst örtülü danışmağın vaxtı keçib. Cəmiyyəti ayıltmaqla, əgər həqiqətən də ölkədə Ramiz Mehdiyev problemi varsa, ayıltmaq lazımdır. Var, yoxsa yox. İndi mən bunu deyənmərəm. Mən elə gəl ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarına bu məsələlərə bağlı təhlükəsizlik təminatılıb. Çünki Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı şəbəkəsinin ideoloji siyasi rəhbəridir. Görülür, hökumət Rusiyanın təzyiqlərindən ehtiyat edib və bugünə qədər Ramiz Mehdiyevə toxunmayıb. Bugün isə artıq imkan yaranıb. Amerika Birləşmiş Ştatlarından ciddi təminatlar verilib. ABŞ prezidenti Donald Trump'ın o qədər də liderlərin içərisində çevrilib, İlham Əliyevə salam verməsi, xüsusi qarşılanması və s. bütün bunlar dünyaya onu göstərdi ki, İlham Əliyev hazırda Amerika Birləşmiş Ştatlarına daha yaxın olan siyasi liderdir. Artıq Rusiya heç nə edə bilməz. Azərbaycan burada olan Rus agentlərinin ifşasını və həbsini təmin etməlidir. Hamı da görməlidir ki, Azərbaycanda bugünə qədər baş verən negativ hallar bu şəxslərin təzyiqi və əli ilə olub. İndi, hörmətli Sərdar müəllim, sözünüzdən belə çıxır ki, Amerika tapşırıb İlham Əliyevə ki, get Rusiyanın adamlarını orada təmizlə. Hansı adamları yerləşdir? Milli adamlar kimdir? Yox, biz bunu, bax görürsünüz, yenə də deyirəm, mən razılaşmıram. Bax, Sərdar müəllimə böyük hörmətim var, savadlıdır, fəlsəfi savadı var. Amma bugün bizi Amerika təhrik edir. Amerika kimi nəyə təhrik edib, hansı o dövlət onun bir xeyrin bəhrəsini götürüb. Yəni biz bunu Amerika-Rusiya savaşının ortasında qalmamalıyıq. Ukraynaya dönməməliyik. Amerikaya Azərbaycan lazımdır. Amerikaya Azərbaycan vətəndaşının demokratik olması lazımdır. Rusiyaya Azərbaycan vətəndaşının ayda 3000-5000 manat maaş almağı lazım. Yəni biz bugün Azərbaycan modelin qoymalıyıq. O rəhmətli Heydər Əliyev bir dəfə BMT-nin iclasında dedi, demokratiya salıbsız, Azərbaycanın öz demokratiyası var. Yəni biz bugün o modeli tətbiq eləməliyik. Azərbaycanın vətəndaşı necə yaşamalıdır, necə qurtulmalıdır? Qardaş, sistemi dəyişmək lazımdır. Yəni Sahil Babayev Ramiz Mehdiyevdən hansı xarakterinə görə öndədir?
Səhiyyə Nazirinin hansı xarakterinə görə Ramiz Mehdiyevdən öndədir? Təhsil Naziri Emin Əmrullayev elə 30 milyon indi mətbuat yayıb ki, elə Ramiz Mehdiyevin oğlunun nəzarətində olan Şərq-Qərb mətbəəsinə tenderlər veribdir. Nəyi fərqi yoxdur. Sən ad familiya dəyişik vəzifə təyinatları ilə Azərbaycanı işıqlı yola çıxartmaq çətin olacaq. Eyni yerə dövlətləmək lazımdır. Bu sistem ki var, Rusiyanın Azərbaycanda qurduğu sistem. İcra başçıları sistemi olsun, nə bilim bələdiyyə, baxırsan bələdiyyə ilə bağlı elə gözəl qanunlar var, amma tətbiq olunmur. Niyə? Çünki bu Rusiyanın qurduğu sistem artıq bilirsiniz imkan vermir, yəni mane olur. Sən vətəndaşın rifahını yaxşılaşdır. Yəni vətəndaş bugün vətəndaşa çatmır. Avtobusa baxırsan insanlar cərimədən danışır. Nə bilim küçəyə çıxırsan sürücülər cərimədən danışır. Artıq cərimə zehniyyəti ilə Azərbaycan vətəndaşının beynin oyub aparıbsınız. Olmaz, vətəndaşa sən bu dövləti bir dəfə sevdirin də bu dövləti. Bilmirəm əziz dostlar, bəlkə də səhv deyirəm, düz deyirəm. İndi vaxt gələcək, indi 5 il, 10 ildən sonra olacaq. Mütləq olacaq. Məsələn, Sahil Babayevin məhkəmələri olacaq. Bilirsiniz, o qədər problemlər var o nazirlikdə, əvvəlki Əmək və Sosial Müdafiəsi Nazirliyində. Nə qədər maxinasiya, yeyinti, dövlətin bütün o, belə deyək də, o beyinlərini orada məhv elədilər. Fərq olmalıdır. Yəni, bugün Nəzməddin gedir, Ramiz gedir, kim gedir, o gedir, bu gedir. Yerinə gələn elə işləməli ki, cəmiyyət o fərqi görməlidir. Amma açıq mən buradan deyirəm, fərq yoxdur. Geriləmə var, irəliyə doğru getdi yox.